qalan sadəcə ziyandır, xeyir deyil. Bəli. İmanov, diqqət elə buna. Talep bəy ilə steroiddən danışmışkən belə bir sual verim. Deyir, idman edən şəxs neçə yaşdan sonra inkişafı zəifləyir və zəifləyən zaman steroid istifadəsi olarmı? Yaş olaraq baxmaq olmasa da müəyyən bir müddət sonra inkişaf zəifləyir. Natural insanlarda limit var deyə bilmərik. Amma müəyyən bir xüsusilə də 6 ili keçmisinizsə, misal üçün mən 12 ildir idman edirəm. Təqribi deyə bilərəm ki, 6-cı ildən sonra çox da böyük inkişaf almamışam. İrəliləyiş var, dayanmır heç bir nöqtədə. Ancaq bu irəliləyiş çox yavaşlayır. Əsasən bu vaxtdan sonra bəziləri doping, yəni steroid istifadə edə bilir, anabolik androgenik bir maddə istifadə edə bilir. Ancaq hal-hazırda mənim gördüyüm problem bu deyil. Problem odur ki, gənc az yaşların özləri belə steroid istifadə etmək istəyirlər. Xüsusilə. Və bunun adını da belə qoyublar ki, hər kəs istifadə edir onsuz da. Bu bodybuildingin əsasıdır. Bu belədir. Yarışçıları belə görmüşük. Biz də istifadə edərik məntiqindədirlər. Halbuki